Salam əziz dostlar. Bugün biz Siemens PLC haqqında 3-cü dərslərimizə başlayacağıq və bu da teoretik dərs olacaq. Axırda sizə bir praktiki bir məsələni göstərəcəm. Sizin üçün yenə bəzi skrinlər hazırlamışam və o skrin üzərindən də sizə bəzi məsələləri izah edəcəm. Bugünkü dərsimiz əsasən memory-yə aiddir. Deməli, PLC-də 2 dənə memory olur. Ya, daha doğrusu 3 dənə. İndi bir-bir onlardan danışacağım. Biri load memory'dir. Bu external memory deyirik biz buna. Yəni daxili yaddaş deyil. Və burada sistem datalar, OB bloklar, FC bloklar, FB bloklar yerləşir və bir də DB unlinked var. Bunu da növbəti dərslərimizdə daha geniş izah edəcəm. Lakin buradakı məlumatları siz system function'dan çəkə bilərsiniz. Və ikinci yaddaşın adı work memory'dir. Work memory'də artıq yüklənmiş yaddaşdır. Yüklənmiş yaddaşdır. Bir də ki, funksiyaları hansılardır? Biri downloaddur, yəni siz PC-dən load memory'yə məlumat yüklüyorsunuz. Ondan sonra əməliyyat sistemi həmən proqramı kompilyasiya eləyib work memory'nin içinə yükləyir. Və üçüncü dediyim yaddaş system memory'dir. Burada da ikinci dərsimizdə yadınızdadır ki, obrazlar var idi. Input obrazları, bir də Q çıxış obrazları, timerlərdir, counterlərdir. Bir də stack var. Stack haqqında ayrıca danışacağıq sizlə. Deməli, bir də ki HMI. HMI haqqında da dərsimiz olacaq. VNC ilə, VNC-dən dərs keçəcəyik sizə. Bir şey bilin ki, HMI birbaşa ya DB bloklarına müraciət edə bilər, yaxud da bu sistem memory'də counterlara, table'lara, timer'lara müraciət edə bilər. Burada əsas bir məsələ də odur ki, CPU-ya reset verəndə yadda saxlayın ki, bu memory'lər hamısı resetlənir. Ona görə də deməli reset verməmişdən qabaq upload eləyin kompüter bütün məlumatı. Çünki bəzi funksiyaların dəyərlərini itirə bilərsiniz. Və yenidən start verəndə artıq memory'nin özündən load memory var ki, external memory'dən work memory'yə məlumat yüklənəcək. Yəni PLC özü məlumatı tapıb özü dartacaq onu. Və yaddaşlar bunlardır. Load memory əsas S300-lərdə, S400-lərdə bunlar istifadə olunur. Və S400-ün yeni modellərində artıq EEPROM istifadə olunur. Yəni yaddaşa ehtiyac olmur. Amma yenə də mən təzə CPU-larda 1500-lərdə də adətən görmüşəm ki, yaddaş istifadə olunur. Çünki daxili yaddaş bir də görürsən az olur və bütün funksiyaları onun içinə yaza bilmirsiniz. Onun üçün də yenə də birinci slaytda göstərdiyim sistem funksiyalarından istifadə edirsiniz. Və məsəl üçün siz PLC-nin məlumatlarına baxmaq istəsəz, məndə hal-hazırda Simatic Manager açıqdır. Simatic Manager-da məsəl PLC-niz yoxdursa, sadəcə hardan baxarsınız, onu bilmək istəyirsiniz. Simulation modunu qoşursunuz. Simulyasiya açılır. Bir də deyim, bu PLC-yə və proqram təminatına giriş əldə etmək üçün, yəni Dashclass saytına müraciət edə bilərsiniz və biz sizə virtual maşın verəcəyik, hansında ki, yazılmış bütün proqramlar, həm VNC, həm Simatic Manager, həm TIA portal var. Rampayını basırıq. Tamam, rampayını basdıqdan sonra PLC-ni keçirdirik online moda. Online modda görsəz bu Simatic Manager proqramının öz başlığı rəngini dəyişir və keçirik deməli Accessible Node menüsuna. Burada default'u görürsünüz, simulyator görsənir. Buradan keçirik PLC və Model Information'ı seçirik. Model Information'da da Performance Data'ya girib yaddaşa, daxili yaddaşa baxa bilərsiniz. Timer'lara, counter, bit memory, local data'ya baxa bilirsiniz. Və bir də bir şey qeyd edim dostlar, bizdə artıq simulyatorda mövcuddur. Simulyatorda siz girib, məsələn, aktuator işlədə bilərsiniz.
yazdığınız proqramı ona connection edib yoxlaya bilərsiniz. Press var. Bu svetofor yəni adi proqramdır. Çox uşaqlar elə bu svetofordan başlayır. Ondan sonra işıq, buna məncə ehtiyac yoxdur. Bu başlıqda eləyə bilərsiniz. Konveyer var və analog inputların testləri var. Çox sağ olun dostlar. Bu bizim üçüncü teoretik dərsdə idi və teoretik dərslərdən bir dənə dərsimiz qalıb. O bir dərsləri çalışacağım daha çox praktik olsun. Təşəkkür edirəm hamınıza.